Kərbəlayıya söz verərdi. Ənvər Nəzərli Ağsaqqala. Yolu uzaqdır Kərbəlayının. Bir təbrikini bildirsin. İnşallah məclisimiz davam edir. Buyur Ənvər müəllim. Mən ikinci dəfə sizin vaxtınızı alacağım üçün üzr istəyirəm. Çünki yolum biraz ağırdır, çətindir, getməliyəm. Yaşım da imkan vermir çox oturur məclislərdə. 80 yaşa çatmaq asan məsələ deyil. Hamınıza 80-dan da çox yaş arzu edirəm. Özə xoşbaxt yaş. Mən bu sözü deməsəm, nətər deyirlər, özümdən narazı qalaram. Şairlikdə şeir məskəni, şairlər yurdu, Şamaxı olub həmişə, Şamaxını deyirlər. Şamaxı yalanmış ki, maşallah olsun, Binə kəndə elə hamısı şairdir, elə bizim adımız çıxıb. Mən çox məmnun oldum. Bir-birindən gözəl şeirlər oxundu, bir-birindən gözəl kəlamlar, sözlər söylənildi. Hamısına onların can sağlığı arzu edirəm. O qələmlərinin daha da nurani şeirlər yazmasını arzu edirəm. 1000 illik bizim şeir tariximizdə o şeirlər yaşayıb, o şairlər yaşayıb ki, onlar ilahi şeir yazıblar, Əhl-i Beyt şeir yazıblar. Füzulinin dövründə təkcə İstanbul şəhərində o zaman xilafət Türkiyə, İraq, Misir, Suriya, Balkan ölkələri hamısı Ərəb xilafəti idi, Osmanlı xilafəti. Təkcə İstanbulda Füzulinin vaxtında xəlifədən təqaüd alan 400-dən artıq şair var idi. Amma onlardan ancaq Füzuli yaşadı. Ona görə ki, Füzuli birinci beytindən elə qəzəlləri götür, sonuncu qəzəlinə qədər. Hamısı ilahi şeirlərdir. Allah ona rəhmət eləsin. Mən çox şad oldum ki, bizim torpağımızda hansı kəndə gedirsən, Allaha bu qədər eşq, bu qədər məhəbbət, Peyğəmbər sallallahu aleyhi və aleyh, Peyğəmbər bizə bu qədər böyük eşq var, Həzrət Əli əleyhissalama, ümumiyyətlə Əhl-i Beytə bu qədər böyük məhəbbət var. Bu xalqın axırı mütləq gələndə xoşbaxt olmalıdır. Necə bayağı dedim ki, belə bir məclis quran, toy sahibi, toy bəyi mütləq xoşbaxt olmalıdır. Elə bax, bu ilahi məhəbbət bizim xalqımızı, millətimizi yenə xoşbaxtlığa çatdıracaq. Mən gedirəm indi ki, bura çıxmışam, bir dənə də sizə şeir oxuyum, sizinlə xudafizləşim. Mən 7 dəfə operasiya keçirtmişəm. Hamısına ümumi narkozla, ona görə hafizəm öz şeirlərimi yaxşı yadımda saxlaya bilmirəm. Belə ara bir oxuyum. Peyğəmbər əleyhissalamın Mövlud bayramı haqqındadır. Ey nəbilər focinin sərleşkəri, sərdəftəri, ey Xudanın ən əziz, ən sevgili Peyğəmbəri, ey olan ismi şərifi cümlə dillər əzbəri, ey edən İslam üçün ən möhtəşəm bir inqilab, eydi Mevludun mübarək olsun ey âli cənab. Öyle bir dövranda sen tevhid için ettin cihad,
Məkkə küfrün mərkəzidir, Məkkəli kafir nihad. Görməsən də qovmi zalimdan inamı etiqad. Etmədin haqq göstərən yoldan bir anda içtinab. Eydi mevludum mübarək olsun ey âli cənab. Nurdan xalq eyleyim xəllaq-ı yekta cismini. Səndə itbamə yetirmişdir əmanət rəsmini. Ol səbəbdəndir onunla bir çəkirlər ismini. Ya Resulullah deyə aləm sənə eylər xitab. Eydi mevludum mübarək olsun ey âli cənab. Fəxri aləmdir adın ey sərvəri sərvərlərin. Ey zəkası, əqli, elmi, eşqi göylərdən dərin. Əvvəli Adəm olub hərkətli peyğəmbərlərin. Xaliqin etmiş səni ondan da əvvəl intixab. Eydi mevludum mübarək olsun ey âli cənab. Kim səni qəlbən sevir, o kimsənin xoş halına. Kim səni yaddan çıxardır, vay onun əhvalına. Kim nə eylərsə yazarlar nameyi əmalına. Həşrdə hər kəs verər öz etdiyi iş üçün cavab. Eydi mevludum mübarək olsun ey âli cənab. Sen bu İslam əhlinin hem fəxri hem vicdanısan. Hem məhəbbət, hem sədaqət, hem vəfa ünvanısan. Elmi helmin şəhrisən, nuri həqiqət kanısan. Her sözündən yazsalar hasil olar min kitab. Eydi mevludum mübarək olsun ey âli cənab. Nazil olmuştur sənə bir ülvi cavidan kəlam. Ol kəlamdan bəhrəbənd olmaqdadır aləm tamam. Kim qiraət eyləyib göndərsə ruhum üçün salam. Hər salam üçün verər Rəbbin ona əcri səvab. Eydi mevludum mübarək olsun ey âli cənab. Səndən əvvəl ümmətə çox peyğəmbərlər gəlib. Tevhidi təbliğ üçün himmətli rəhbərlər gəlib. Hak yolunda can fedalar hem dilavərlər gəlib. Asimanı İslam'a sen afitab, onlar şəhab. Eydi mevludum mübarək olsun ey âli cənab. Qurban olsun adına aba ve əcdadım mənim. Başta mən olmalı ey şah, nəslim evladım mənim. Her iki dünyada sensen, yarım imdadım benim. Sen ki varsan çekmerem meşer ayağında ezab. Eydi mevludum mübarek olsun ey âli cənab. Enverin olmazsa da kûyün ziyaret kısmeti. Var olsun ahiret vakti şefaat kısmeti. Gözləyir səndən hem evladından ümmet kısmeti. Olmasın ümidimiz ruzi hesab ya Rab serab. Eydi mevludum mübarek olsun ey âli cənab. Cəsir mənim əzizim, mənim balam. Sənin de bu toy günün bir daha mübarek olsun. Bak burada bir cavan oğlumuz Hazreti Ali Aleyhisselam'ın Divan-ı Emir'den misal şiirini okudu. Ve mənə onun Ərəb dilində Hazreti Ali'den okuduğu o 4 misal o kadar lezzet elədi ki ve diğer çıkışlarda çok şükürler Allah'a ki milletimiz düzdür yoldan çıkanlar da var. Allah Teala onları da öz peygamberi Əhl-i Beyt xatirinə düz yola getirsin. Hamımız ömrümüzün ahırına kadar Allah Teala'nın bize gösterdiği yoldan gedək. Ve Allah Teala hamınıza ve bu kent əhlinin hamısına
müxtəlif kəndlərdən gələnlər də var. Bütün iştirakçıların hamısına həmişə hər iki dünyalarını xoş eləsin.